Gün vurma uzun müddət günəş şüalarının birbaşa təsirinə məruz qalmaq nəticəsində orqanizmimizdə baş verən patoloji dəyişikliklər halıdır. Belə ki, yay aylarında çox sıx təsadüf edilən təcili tibbi yardımlara ən sıx müraciətlərdən biridir gün vurma səbəbi. Müəyyən klinik simptomlarla özünü biruzə verə bilər. Yüngül əlamətləri olduğu kimi ağır klinik hallarla da müşahidə edilə bilər. Yüngül hallarda xəstədə baş ağrısı, halsızlıq, zəiflik, ürək bulanma, bəzi hallarda qusma və susuzluq hissi olur. Keçən illəri gün vurmadan əziyyət çəkmişəm. Təbii ki, bundan qorunmaq üçün günün altında çox olmamalıyıq və mümkün qədər vacib olmadığı təqdirdə şəhərdə yaxud da isti havalarda evdə olmalıyıq, özümüzə diqqət eləməliyik. Çünki gün vurmanın zərərləri daha çoxdur. Bu insana yüksək temperaturdan qusma olsun, halsızlıq kimi insana daha çox immunitetin zəifləndirir və geri salır. Uzun müddət gün vurmanın təsirinə məruz qalsa, bu zaman ağır simptomlar özünü biruzə verə bilər. Bunun qarşısını almaq üçün ilk növbədə həkim məsləhətlərinə vaxtında əməl etmək lazımdır. Huşun itməsi, qıcı olma, ciddi nevroloji problemlər deməli meydana çıxmış olur və ciddi bir susuzluq səbəbindən ürəkdə, böyrəkdə baş verən ciddi dəyişikliklər müşahidə edilir. Əgər ki, yüngül simptomlar müşahidə edilirsə şəxsdə, elə olan halda ilk yardımı özümüz icra eləyə bilərik. Mütləq şəkildə birinci o istinin təsirini məruzu aradan götürmək lazımdır. Sərin bir yerə keçirdirik şəxsi. Daha sonra üzərindəki paltarlar, əgər ki qalın bir paltarları varsa, onları nazikləşdiririk. Huşu aydındırsa, şəxs özü maye qəbul eləyə bilərsə, maye təklif eləyirik. Az-az qurtum-qurtum maye və yaxud da ki elektrolitlər veririk, içir. Bədənini soyuq yaş dəsmalla silə bilərik. Xüsusən deməli temperaturu daha sıx ata biləcəyimiz yerlərdə, yəni büküm nahiyəsindən, qolundan, qoltuq atlarından, iri büküm nahiyələrini soyuq kompres eləyə bilərik. Yox, əgər ki şəxsin artıq irəli dərəcədə ağır klinik simptomları vardısa, mütləq şəkildə təcili tibbi yardıma zəng vurmalıyıq, xəstə təxliyə olunmalıdır və artıq xəstəxana şəraitində yardım göstərilməlidir. Günün isti saatlarında çölə çıxmamağa diqqət eləmək lazımdır. Xüsusən saat 11 və 11:00-dan 17-18:00-ya qədər olan saatlarda çölə çıxmamağı tövsiyə edirik. İsti havada çölə çıxmağa məcburuqsa, mütləq qoruyucu tədbirlərdən istifadə etməliyik. Əslində hər gün, sabah oyananda mən hava məlumatına baxıram, həmin günün radiasiya təsirinə baxıram, görüm nə qədərdir. Əgər çoxdursa, günorta vaxtı çölə çıxmağı çox tövsiyə eləmirəm insanlara. Çünki nə qədər də olsa, o radiasiyanı biz qəbul edirik. Əgər çıxmaq məcburiyyətindəsə, bu zaman çətirdən və yaxud da ki, yanınızda su daşımağınız məsləhətlidir. Çünki bu zaman hər hansısa bir narahatçılığınız olduqda onlardan istifadə edərək bundan qarşısını ala bilərsiniz. Mütəxəssislər həmçinin bildirir ki, isti yay günlərində bol su içməli, açıq rəngli geyimlərdən istifadə etməli və sağlamlığımıza diqqət göstərməliyik. Adilə Səfərova, Namiq Abbasov, NTV Xəbər.